qüdrət dövrüdür və indi ehtiyatlı olmalıyıq ki, bu mövzuda daha çox danışmalıyıq. Dindarın azması mövzusunda, dindarın din adı ilə günah eləməsi mövzusunda. Bugün artıq dinlə dinsizlik yox, doğru dinlə, həqiqi dinlə yalancı dinin fərqini araşdırmalıyıq. Din daxilində olan insanların azma ehtimalı haqqında danışmalıyıq. Hansı amillər səbəb olur ki, onlar dindən azsınlar? Dinə gəldisə, qoltuğunun altı şişməyə başlayır. Bax, bu ilkin xəstəlikdir. Onu vaxtında müayinə eləmək lazımdır. Əli əleyhissalama baxın. Kəbədə doğulub. Allah Kəbənin divarını bircə dəfə yarıb onun anası üçün. Anası daxil olub, Kəbədə onu dünyaya gətirib. Heç gör yadında qalıb, yadından çıxır. Hey başqaları xatırladır ki, Əli, sən Kəbədə dünyaya gəlmirsən. Və bu Əlinin ən böyük fəziləti deyil. Əlinin fəziləti haqqında ondan sonra Peyğəmbər danışır. Elə bil ki, özü yadından çıxardır. Peyğəmbər ona deyir ki, sən qəsimul cənnəti və nar, cənnət və cəhənnəmi bölən sənsən. Allah sənə bu ixtiyarı verəcək. Hədislərin hansını deyim? Danışır Peyğəmbər deyir, hələ qorxuram ki, bunu bütləşdirəsiz deyə bəzi fəzilətlərini gizlədirəm. Və qorxuram ki, həsəd yaransın başqalarında, bəzi fəzilətlərini danışmıram. Hey tərif eləyir onu. Hey tərif eləyir. Amma Əli əleyhissalamda bir zərrə özündən razılıq yaranır, yox. Mən bunu neçə dəfə danışmışam. Həmin bu gün idi, söz vaxtında çəkərdilər. Axırıncı cümə günü idi Şəban ayının. Peyğəmbər danışdı, bütün fəzilətlərdən danışdı, bu ayın üstünlüklərindən danışdı. Bir dənə Əli əleyhissalam qalxdı ayağa. Dedi ki, bu ayda ən fəzilətli əməl hansıdır? Peyğəmbər burada əl-vərə'u ən məharimillah. Allahın haramlarından çəkinmək. Ondan sonra dilə Peyğəmbər ağladı. Ağlayanda soruşdular ağlamağının səbəbi. Dedi, ya Əbəl Həsən, elə bil gözümlə görürəm ki, bu ayın 19-cu gecəsində səni insanların ən bədbəxti qətlə yetirir və alnının qanı necə saqqalı qırmızı rəngə boyuyub. Elə bil bunu gözündən görürəm. Bu qədər tərif olunan Əli Peyğəmbərin dilindən, Kəbədə doğulan insanın sualına baxın, görün nə soruşdu Peyğəmbərdən. Dedi, əfi səlamətin min dini, mən dində qalacam ölən vaxtda. Mən dində qalacam, mən müsəlman olaraq öləcəm. Peyğəmbər buyurdu ki, Əlican, iman sənin ət və qanıva hopub, sən iman mücəssəməsisən özün. Yəni, görün, insan nə qədər təvazökardır, nə qədər özünü borclu bilir Allaha. Bu qədər sözlər onun barəsində danışılıb, heç zərrə qədər bunda özündən razılıq var. Yox, görün, nəyin sualını verir ki, mən müsəlman qalacam öləndə, imanda qalacam. Bax, bu bizim imamımız budur, bu da bizi. Bu da bizi ki, 2 rükət namazla hamını özümüzə borclu bilirik. 2 dənə qoşun Kərbəlada üz-üzə gəldi. Sözü Kərbəlaya gətirib sözümü yekunlaşdırıram. 2 qoşun Kərbəlada üz-üzə gəldi. İkisi də dindar idi. Fərqləri nədə idi? Bir dəstə dindar var idi ki, din yolunda fədakarlıq eləmədilər. Əlini tək qoydular. Hamını özlərinə borclu bilirdilər. Bir adam da belə bir Allahın qaydası var. Əlinin yolunda fədakarlıq eləməzsə, bir gün Yezidin yolunda fədakarlıq eləyər. Bu bir qaydadır. Yezidin yolunda bilirsiniz necə fədakarlıq elədilər və İmam Hüseynlə vuruşdular. Bu yanda isə möminlər idi, amma insan sevər, din sevər, din üçün hər şeyindən keçməyə hazır olan möminlər idi. Canlarını belə göz qırpmadan verməyə hazır olan möminlər idi. Görün kimlər qaldı axırda dində. Bundan ibrət götürün. Nafi İbn Hilal deyir ki, mən gördüm İmam Hüseyn əleyhissalam xeymələrin arxasında gəzir, dolanır gecə vaxtı. Mən düşdüm, dalıca getdim. Deyir, baxdı arxaya, dedi, Nafi, sən? Dedim, bəli. Dedi ki, niyə dalımca gəlirsən? Deyir, dedim, ağa, mən qorxuram, sənə ziyan toxundurarlar. Deyir, əlimdən tutdu, göstərdi ki, bax, o təpələri görürsən, onun yanı ilə rahat yol var, çıxıb gedəsən. Getməyə imkanım var. Yenə də ona getmək yolu təklif edir. Deyir, düşdüm ağanın ayaqlarına, dedim ki, mənim bir canım var, qılınclarım var, hər şey sənin yolunda fəda olacaq. Can bədənimdən çıxmasa səndən ayrılmayacağam. Siz mənə bu sözləri deməyin, xahiş edirəm, məni ölümdən pisdir ki, mən sizi qoyun burada tərk edeyim, çıxım gedim. Deyir, ondan sonra İmam Hüseyni yola saldım, çadırda, xanım Zeynəb onu qarşıladı. Mən deyir, hələ çadırdan aralanmamışdım, deyir, gördüm Həzrəti Zeynəb İmam Hüseynə deyir ki, sən dostlarını yoxlamısan, bu səhabələrin vəfasına inanırsan, bilirsən ki, bunlar səni tərk eləməyəcək. Deyir, bunu deyəndə İmam Hüseyn dedi ki, onlar mənim sadiq səhabələrimdir, onlar ölümə
bağlılıqları uşağın ana südünə bağlılığından artıqdır. Başladı deyir səhabələri tərif eləməyə. Hilal Nafi deyir, mən qaçdım, getdim. Tez Həbib ibn Məzahirin çadırına dedim ki, biz bədbəxt olmuşuq. Dedi ki, niyə görə? Deyir ki, xanım Zeynəb bizdən nigarandır. Mən bunu Məhərrəm söhbətlərində demişəm. İmam Hüseyin bunu tərifləyir, bunu eşitmir. İmam Hüseyin deyir ki, bunlar canını verməyə hazırdılar, bunu eşitmir. Həzrəti Zeynəb narahatdır, deməli biz nəyisə düz eləməmişik ki, tam arxain deyil bizdən. Odur ki, səhabələri topladı, Həbib dedi gedək və vəfa and içdilər. Gəldilər, xanım Zeynəbin müqabilində dayandılar. Həzrəti Zeynəb dedi ki, siz nə qədər ki canınızda can var, qoymayın ki biz Əhl-i Beytə zülm olunsun deyib. Biz bunu deyəndə deyir, elə ağladılar ki yeri göğü ağlatdılar. Ondan sonra and içdilər ki, xanım arxain ol ki biz sizin yolunuzda hər şeyimizdən keçəcəyik deyir. Xanım Zeynəb üzünə təbəssüm qondu. Bircə dəfə Aşura gecəsində sevindi. O da sahabələrin bu vəfadarlığı, bu fədakarlığının nəticəsində. Ondan sonra İmam Hüseyin əleyhissalam Əli ibn Məzahirə deyir, səhabələrinə deyir ki, gedin qadınlarınıza deyin ki, çıxıb getsinlər. Yaxşı, döyüş bizləndir, amma onlar əsir düşməyini mən razı deyiləm. Qadınlar niyə əsir düşsünlər? Əli ibn Məzahir başqa səhabədir, Həbib deyil. Əli ibn Məzahir deyir, gəlir çadıra daxil olur, xanımına deyir ki, dur yığış gedirik. Dedi, niyə? Dedi, çünki İmam Hüseyin ağa dedi ki, qadınları aparın, yaxın qəbilələrə təhvil verin, orada qalsınlar. Deyir, ağlaya-ağlaya deyir ki, and olsun Allaha insafsızlıq eləyirsən. Sən istəyirsən Peyğəmbər yanında üzü ağ olasan, mən Fatimə yanında üzü qara olum. Yaxşı, əgər əsirlik pis şeydirsə, Zeynəb əsir olsun, biz gedək rahat evdə yataq, gedək dinclik içində yaşayaq. Siz istəyirsiniz Hüseynə kömək eləyəsiniz, biz Zeynəbə kömək eləməyək. Deyir, bu sözü deyəndə o çaşır, gəlir İmam Hüseynin yanına, deyir, ağa sözünüzü çatdırdım xanıma. İmam soruşur ki, nə dedi? Deyir, bu sözləri mənə dedi. Deyir, orada da İmam Hüseyin ağlayır, deyir və Allah sizə böyük mükafat versin bizim əvəzimizdən. Allah sizə xeyirli mükafat əta eləsin. Bax, bu ruhiyyədir, bu haldır ki, insanları dində saxlayır, fədakarlıq ruhiyyəsi, insansevərlik, insanlıq yolunda hər şeyindən keçməyə hazır olmaq. Günahkarların hidayəti üçün, insanların asudə yaşaması üçün özünü zəhmətə salmaq. Bunlar hamısı dində düz inkişaf eləməyin, dində qalmağın yollarından biridir.